Milli Dirçəliş Günü Azərbaycan tarixinin ən şanlı, ən məsuliyyətli səhifələrindən biridir. Hər il 17 noyabr ölkəmizdə xalqın azadlıq uğrunda birliyinin, milli özündərk və milli kimlik uğrunda mübarizəsinin rəmzi kimi qeyd olunur. Bugün Azərbaycan xalqının Sovet imperiyasının siyasi, sosial və mənəvi baskılarına qarşı qalxaraq öz sözünü dediyi tarixi dönüş nöqtəsidir. 1988-ci ilin payızı Sovet İttifaqının müxtəlif respublikalarında olduğu kimi Azərbaycanda da xalqın milli hüquqlarının müdafiəsi naminə ayağa qalxdığı dövr idi. O zaman Bakının mərkəzində, Azadlıq meydanında, keçmiş Lenin meydanı, minlərlə insan bir araya gələrək Qarabağda baş verən hadisələrə etirazını, ermənilərin iddialarına qarşı birliyi, dövlət suverenliyinə doğru aparan arzuları, milli kimliyin qorunması uğrunda səslərini ucaldırdı. 17 noyabr 1988-ci il mitinqi təkcə siyasi aksiyanın deyil, həm də bir xalqın ruhən oyanışının başlanğıcı oldu. Bu mitinq nəticəsində Azərbaycanda milli hərəkat gücləndi, Sovet senzurasına və təzyiqlərinə baxmayaraq milli şüur daha da yüksəldi. 17 noyabrda başlanan dirçəliş dalğası sonraki illərdə Azərbaycanın dövlət müstəqilliyini aparan yolun əsasını qoydu. Xalqın birliyi və aid mövqeyi nəticəsində 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdi, milli ordunun formalaşması sürətləndi, dövlətçilik ənənələri yenidən özünə qayıtdı, milli ideologiya və mədəni ruh gücləndi. Milli Dirçəliş Günü bu baxımdan təkcə bir tarixi hadisənin xatırlanması deyil, milli iradənin, milli birliyin, xalqın sarsılmaz gücünün bayramıdır. Bugün bizi bir daha milli kimliyimizə, keçdiyimiz tarixə və qazandığımız müstəqilliyin necə böyük çətinliklər hesabına əldə olunduğuna qaytarır. Milli Dirçəliş Günü gənc nəslə xalqımızın azadlıq mübarizəsini xatırladan, milli dəyərlərə sədaqəti gücləndirən bir gündür. Bugün həm də Azərbaycan xalqının birlik, mübarizə və milli ruhunun təntənəsidir. 17 noyabr bizə hər zaman göstərir ki, xalq bir olduqda, iradə sarsılmaz olanda heç bir qüvvə onu yolundan döndərə bilməz.